Salam qızlar, necəsiz? Sizi yeni bir videomdan salamlayıram. Qızlar, bu günləri sizlərlə birlikdə göy kətəsi edəcəm. Yəni xəmirini yoğurub, sadə bir xəmir, biraz durur atdım ki, yumşaq olsun. Un, duz, su, biraz da acımağı üçün durur atdım ki, qurumaya. Yəni biraz yumşaq olsun. Yəni çox da elə möhkəm nə xəmir yoğurmuram, nə də elə yumşaq. Orta yəni yumşaqlıqda bir xəmir yoğuracağam. Qızlar, elə çox yoğurmadım. Yəni içinə qatacaq göyüm az olduğu üçün ona görə də çox etmədim. Mamam rayondan, yəni həyətimizdə bitən unca göndərmişdi axşam. Bilmirəm qızlar, biz Akstafa zonası, Qazaq Akstafa zonası unca deyirik. Yəni həyətdə, çöldə, bacada bitən, yəni göydü. Amma çox dadlı olur qızlar. Bilmirəm siz istifadə etmisiniz, istifadə etməmisiniz. Ümumiyyətcə belə deyim, çöldə bitən, istər yenə deyirəm şomudur, yol otudur, əvənkövəncidir, uncadır, çox dadlı olur. Onların kətələri çox dadlı olur. Bilmirəm sizlər də edirsinizmi? Yəni rayonlarda, yəni sizlər hansı rayondansınız, hansı rayonlarda, hansı göylərdən istifadə edirsiniz? Düzdür, mən buranın da, yəni belə deyim, spanaq deyirik biz. Məsələn, indi yenə deyirəm, hər zona bir cürə deyir. Biz məsələn spanaq deyirik, həmən ondan da bişirirəm, amma bunun dadı kimi belə dadlı olmur qızlar. Bilmirəm, buradakı o məsələn aldığımız göy qumda bitdiyi üçün, yəni buradakı dad oradakı dadı vermir. Yəni təbii bitən göylərin dadını vermir, belə deyim. Mən oranın daha çox göylərini daha çox sevirəm. Adətən də yəni çöldə, yəni düzənlikdə bitən göyləri mən dadı çox xoşuma gəlir. Unca olsun, istər yenə dediyim kimi şom olsun, onların dadlarını sevirəm. İndi bilmirəm sizlər necə qızlar, sizlər də istifadə edirsinizmi, yoxsa etmirsinizmi? Ən azından onlar daha faydalı olur, belə deyim, daha təbii olur, dərmansız yəni bitkidir, dərmansız, yəni dərmanla böyüməyən bir bitkidir deyim də, yəni təbii hava şəraitində olan, bitən yəni bitkidir. Qızlar, yoğurdum, yumşaq bir xəmir edəcəm. Yəni nə elə yumşaq, nə elə bir bərklik olmasın. Orta yəni yumşaqlıqda xəmirimi yoğurub qırağa qoyacağam. Biraz dinlənsin. Ona kimi göylərimi təmizləyib, mən tək uncadan istifadə etməyəcəm qızlar. Yəni onun içinə kişnişi, çüydü. Yəni hamısından vuracağam. Onda dadlı olur qızlar. Bir başqa dadı olur. Düzdür, tək burada alanda tək pişirirdim spanaqdan, amma yəni indi bütün göylərdən vuracağam. Mən soğan vurmuram qızlar. Bəzən görürəm kətələrin içərisinə soğan vururlar, amma mən o birisi videolarımda da demişəm, mənim uşaqlarım biraz kaprizli olduğu üçün, soğan yemədikləri üçün özüm də sevmirəm. Belə deyim ki, özüm sevirəm uşaq, yəni uşağa görə yox, özüm də sevmirəm. Elə həmişədən də soğansız bişirmişəm. Çox dadlı olur. Yəni bu göyləri qarışdıranda dadlı olur, belə deyim. Həm də ki, rayon göyü olanda daha dadlı olur. Belə doğrayıb hər zaman aş süzənə yığıram. Aş süzəndə yəni yuyub suyu biraz çəkilənə kimi, ona kimi də kündələrim, yəni kündəliyib başlayıram yaymağa. Qızlar, mən ovmuram, amma bəzən görürəm ki, yəni bu göyü ovurlar. Yox, yuyuram, yəni suyu çəkilsin, ovmayacam. Üzərinə pendir vuracam. Yenə deyirəm, duz da vurmayacam. Çünki duz vuranda istər-istəməz suyu çıxır. Yəni pendir duzlu olduğu üçün heç vaxt yəni duz vurmuram. Onda həm o duz vurub, həm pendir vuranda bizim uşaqlar pendiri çox
Sevirlər pendirini, göyün pendiri, yəni kətənin pendiri çox olanda daha çox sevirlər. Ona görə də yəni duz vurmuram ki, istər-istəməz pendir də duzludur. Göyə də duz vuranda çox duzlu olur. Sizlər necə qızlar? Sizlər duz vurursunuzmu? Yəni üzərinə soğan doğrayırsınızmı? Sizlər necə? Mən bəzən yəni görmüşəm, bu hazırlayanda göyün içərisinə yumurta da vururlar. Amma mən heç onu sevmirəm. Heç ağlıma gətirə bilmərəm ki, onu mən bişirəm və özüm də elə yeyəm. Elə də uşaqlara yedizdirəm. Heç təsəvvür eləyə bilmərəm. Amma görmüşəm ki, onun üzərinə, yəni bu göyü yuyurlar, təmizləyib, üzərinə soğan, yumurta vururlar. Yəni elə bir ki, bir növ kükünü hazırlayan kimi elə bişirirlər. Amma bilmirəm qızlar, hərənin özünün bir yəni ağız tamı var. Amma mən onu sevmərəm, heç vaxt edəmərəm, yəni belə deyim, nə də yeyə bilmərəm. Amma görürəm ki, yəni hərənin bir ağız tamı var. Gördüyünüz kimi qızlar, doğradım hamısını. İndi yuyub qoyacağam aş düzənə. Ona kimi mən kündələrimi kündə yedim. Yəni xəmirim biraz dinləndi. Onları kündəliyim, qoyum qırağa, başlayım yayım. Qızlar, mən hər zaman yəni belə deyim, rayonda olanda sacda etməyi sevirəm. Yəni ocaqda, odunla olan ocaqda onun dadı bir başqa olur. Hər zaman yəni rayonda bişirsəm, sac qurub sacda edərdim. Amma indi burada o şərait olmadığı üçün tok sacında edəcəm. Tok sacında bişirəcəm. Mən tez-tez yəni bişirirəm. Göy kətəsidir, bu yuxadır. Yəni tez-tez bişirirəm. Ən azından bişirəndə bir 30 dənə, 40 dənə, elə olur 50 dənə yuxa bişirirəm, qoyuram. Əlimi atanda, yəni əlimin altında olur. Uşaqlar yuxanı sevirlər. Ona görə çox vaxt yuxanı evdə özüm edirəm. İndi bu dəfə az etmişəm, yuxa etməyəcəm. Amma hər zaman belə göy kətəsi edəndə xəmirimi artıq edirdim, yuxa da bişirirdim. Amma bu dəfə yuxa bişirməyəcəm, çünki xəmiri az etmişəm. Yəni göyüm də az olduğu üçün yuxa etməyəcəm. Qalsın başqa vaxt bir dəfə yəni sizlərlə birlikdə inşallah bişirərik yuxanı da. Sizlər necə qızlar? Sizlər də bişirirsinizmi evdə yuxanı? Yəni kətə bişirirsinizmi? Kətəni sizlər necə ocaqda mı bişirməyi sevirsiniz? Yəni bəzən elə olur ki, turş sapıcada ocağın üstündə də bişirirlər. İndi yəni sacı olmayanlar, amma rayon yerində mən hər zaman sevmişəm. Yəni çox da rastıma gəlib, yəni xanımlarımız ocaq yandırıb, sac qurub kətə bişirərdilər. Yəni biz əvvəldən, yəni analarımızdan, nənələrimizdən onu görmüşdük. Elə də mən hər zaman rayonda olanda əgər bişirirdimsə də elə sac qurub sacda bişirərdim. Onda mənə elə gəlir ki, onun dadı bu sacın dadı kimi olmur. Düzdür, bu sacda da iri bişirmək olur. Yəni sapıcadan, belə deyim, turş sapıcadan, tavadan böyük çıxır bu sacda bişirmək. Amma yəni o birisi ocaqda olan sac kimi böyük çıxmır. Yayıram qızlar, yəni yayıb, yəni elə də böyük yaymıram. Deyim ki, elə də böyük etməyəcəm. Normal ölçüdə bişirirəm, yayım. Dediyim kimi, yəni üzərinə göyü oymamışam. Yuyub aş düzəndə suyunu süzmüşdüm. Həmən o göyü də götürüb qoyacağam. Üzərinə yenə dediyim kimi nə duz vurmayacağam. Pendir zaten duzlu olduğu üçün, yəni vurmayacağım. Çox da duzlu olanda istər-istəməz sonradan adama yanğı verir. Yəni duzlu olur, duzlu da hər nə olur olsun ziyanlı bir şey olduğu üçün vurmayacağım. Sizlər necə qızlar? Sizlər də yəni evdə tez-tez edirsinizmi, yoxsa necə deyim, çöldə bacada alınmağı mı sevirsiniz? Amma mən
çalışdığım qədər evdə tez-tez hazırlayıram. Bizim uşaqlar da ən sevdiyi bir şeydir. Yəni göy oldu, bazara gedildisə də əgər və ya da kənddən göy gəldisə də bizim uşaqların bir dənə o göy gələn kimi kətə bişirilsin. Bazara da gedən kimi göy alınsın, kətə bişirilsin. Çox sevirlər, çox xoşlayırlar. Ona görə də tez-tez bişirirəm. Bişsin o yüz bu yüz, sonra üzərini yağlayacağım. Mən arasına yağ qoymuram. Yəni yalnız üzünü yağlayıb üst-üstə yığıram. Bir üzünü yağlayanda bəs edir. Çünki o birisi üzü o yağlı tərəfə düşdüyü üçün yağa ehtiyac olmur. Bir üzü yağlananda bəs edir. Qızlar, yağı da dediyim kimi da yəni hərə öz ağız tamına görə normal yağ yəni çəkirik. Nə elə yağlı olub, məsələn belə deyim, yağı axıb getməsin, nə də ki elə quru olmasın. Biraz bu üzünü təpidəndən sonra o üzünə çevirirəm, sonra çöndərirəm yenə bu üzünə. Mən yəni sacım böyük olduğu üçün 2-2 bişirirəm. Prosto sacın qızmağını gözləyirdim deyən bir dənə bişirdim. Belə 2-2 bişirirəm. Həm tez olur onda, həm də rahat olur mənə. Yəni ikisi də eyni anda bişir. Qızlar, sizdən də fikirlərinizi gözləyirəm yorumlarda. Sizlər necə bişirirsinizmi? Sizlər də yəni bu göylərdən istifadə edirsinizmi? İstər unca olsun, istər yolot olsun. Ümumiyyətcə bu rayonlarda bitən otlardan belə deyim, mən çox istifadə edirəm. Çox da xoşum gəlir. Yəni onların kətələri deyim, çox dadlı olur. Mən sevirəm. Uşaqlarım da sevir, mən də sevirəm. İndi bilmirəm, sizlər necə qızlar? Sizlərin də yorumlarda hər birinizin fikirlərini gözləyirəm. Hər birinizdən fikir olaraq yorumlarda gözləyirəm ki, görüm sizlər necə, sizlər də yəni hansı rayonlardansınız, sizlər hansı göylərdən istifadə edirsiniz. Mənə maraqlı olar, mənə bir fikir olar. Bir də qızlar, bir sözü deyim. Görürəm, belə baxıram ki, nəinki yemək videoları daha çox bəyənilmə sayı artır. Amma yemək videolarından da çox alış-veriş videoları daha çox bəyənilir. Sizlər necə qızlar? Sizlər mənim alış-veriş videolarımın çəkilməyini daha çox istəyirsiniz, yoxsa belə yemək bişirmək? O yenə deyirəm, onların da fikirlərini yorumlarda sizlərdən gözləyirəm. Gördüyünüz kimi biri bişdi, yağladım, üst-üstə yığıb bir üzünü yağlayıram, o birisi üzünü yox. O birisi üzü yağlı tərəfə düşdüyü üçün ehtiyac yoxdur. Normal da yağ çəkirəm. Elə nə yağlı, nə elə yağsız etmirəm. Yağsız edəndə quru olur. Çox da yağlı edəndə isə yağı axıb gedir. Ona görə də normal bir yağ çəkirəm, belə deyim. Qızlar, mən bişirdim. Sizlər də yəni bişirə bilərsiniz. Hər birinizin, belə deyim, ocağınız hər zaman qaynar olsun, yanar olsun. Hər zaman evinizdən ruzi, bərəkət əksik olmasın inşallah. Sağ olun. Allah amanında qalın. Yorumlarda fikirlərinizi yenə dediyim kimi gözləyirəm. Hər birinizin fikirlərini gözləyirəm. Kanalıma abunə olmağı, like atmağı unutmayın. Sağ olun. Yeni videolarımda görüşmək ümidi ilə sizlərlə sağollaşıram. Allah amanında qalın. Göz haqqınızı halal edin qızlar. Mən bişirdim. Sizlər də bişirə bilərsiniz. Sizlər də bilirəm bişirirsiniz. Hər zaman ocaqlarınız belə qaynar olsun. Sağ olun.